izləyicilər. Lövhədə yazdığım bu cümlə 9-cu sinif buraxılış imtahanına düşən suallardan biridir. Cümlə əsasında uyğunluğu tərtib edilməliyik. Yəni, doğru variantlarda doğruları, səhv verilən tərəfdə isə səhv bəndləri müəyyən edilməliyik. İlk tələbini Nurana oxu. Hər iki misrada ismi birləşmə işlənmişdir. Gördüğünüz bu cümlə iki misradan ibarətdir. İndi gəlin burada ismi birləşmələri biz tapaq. Doğrudurmu? Albumdakı qılışlar, bəli. Birinci misrada ismi birləşmə işlənir. İkinci misraya fikir verək, öz xalqının keçdiyi istirab yolları. İstirab yolları ismi birləşmədir. Bu ismi birləşmənin aslı tərəfi isə feili birləşmədir. Öz xalqının keçdiyi. Deməli, əsas odur ki, ismi birləşmə var. Deməli, bu bənd doğru bənddir. Birinci tələb doğrudur. İkinci misradakı isimlərdən ikisi həm hal, həm nasibiyyət şəkilsi qəbul edib. Baxaq görək. İkinci misradakı isimləri soruşur. Xalqı, mənsubiyyət, xalqının yerli hal şəkilsi. Keçək ikinci sözü axtaraq. İstirab yolları. Burada mənsubiyyət var, lakin şəxs sonluğu var. Hal şəkilsi olmadığından ikinci tələbimiz səhvdir. Birinci misradakı isimlər eyni haldadır. Birinci misraya baxaq və isimləri tapaq. Alındakı qırışlar, bir də ki, qırış deyil. Uşaqlar, burada qırışlar adlı halındadır, doğrudur. Qırış deyil, bu da adlı halındadır. Deyil sözü ilə inkar olunur. Deməli, üçüncü bəndimiz doğrudur. Növbəti? Yanlışdır. Yanlışdır. İkinci misrada ismi xəbər söz birləşməsi ilə ifadə olunur. İkinci misrada ismi xəbər söz birləşməsi ilə ifadə olunur. İstirab yollarıdır. Doğrudur uşaqlar. İsmi xəbərlədir, söz birləşmələrindən, ismi birləşmələrindən ifadə oluna bilər, məslərlə ifadə oluna bilər. Doğrudur, ona görə biz yanlışda bunu nə eləmirik, götürmürük. Neçənci tələbidir? Dördüncü tələbimiz səhvdir. Buyur. Birinci misrada həm baş, həm də ki, ikinci dərəcəli üzvü izah edən təyinlər işlənmişdir. Birinci misraya baxaq, təyinləri tapaq. Alnındakı qırışlar burada mübtədaya aiddir. Adicə qırış deyil, bu da xəbərə aiddir. Adicə sözü, təyinlər burada baş üzvlərə aiddir. İkinci dərəcəli üzv yoxdur burada. Yəni, tamamlığa da aid ola bilərdi, amma bu səhv cavabdır. Ona görə biz yanlışda bunu götürürük. Neçənci bənd oldu? Beşinci bənd oldu. Deməli, bunu götürürük. 6. Nümunədəki sifətlər azaltma dərəcəsindədir. Nümunədəki sifətlər azaltma dərəcəsindədir. Biz bilirik ki, car morfoloji əlamətindən çoxaltma dərəcəsində yaradır. Ona görə də burada adicə sözü çoxaltma dərəcəsindədir. Alnındakı da ali dərəcədə olan bir sifətdir. Yanlış bənddir. Altını da doğru götürürük. Deməli, 1, 3, 5, 6 bizim bu test əsasında doğru cavablarımızdır. Aydın oldu. Buna görə də uyğun olaraq orada hansı bənd gəlir? C bəndi uyğun gəlir. Digər başqa əlavələrimiz də ola bilər. Cümlədə sifət düzəltmədir desək doğrudur. Nədən düzəlir? İsimdən düzələn sifətli daki şəkilsi. Başqa nə deyə bilərik? Öz xalqının əvəzini işlənirmi burada? Hansı əvəzlidir öz əvəzliyi? Təyin əvəzlidir. Aydın oldu. Cümlədən desək ki, köməkçi nitq hissəsi yoxdur. Səhv etmək olmarıq. Yəni, burada heç bir köməkçi nitq hissəsi işlənməyib. Bu qədər. Sağ olun izlədiyinizə görə.